Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bu gün sizinlə 2025-ci il test toplusundan funksiyalar bölməsindən belə bir sualın izahına baxacağıq. Demək, funksiyada bizə deyir ki, fx düz xətti ordinat oxunu 0,6 nöqtəsində. Yəni, bu deyilişdən görünür ki, yəni bizə verilən funksiya xətti funksiyadır. Yəni, fx bərabərdir kx plus b şəklində verilib. Və bu nöqtədən keçir o deməkdir ki, yəni x-in yerinə 0 yazanda 6 olur. Yəni bəlli məsələdir ki, bu qaydadan da bilirik ki, b avtomatik buradan nə olacaq? 6 olacaq. Deməli, funksiya burada yekun olaraq kx plus 6 şəklində olur. Və daha bir şərt verib bizə deyir. Burada demək deyir ki, fx minus 4 düz xətti absis oxunu bu nöqtəsində kəsir. Yəni, mənfi 5,2 nöqtəsində. Biz fx minus 4 funksiyasını buradan təyin eləmək istəsək, yəni x-in yerinə x minus 4 yazsaq, olacaq k vurulsun demək x minus 4 plus 6 olacaq. Və bu deyilən nöqtəni də burada biz nəzərə alsaq, görərik ki, mənfi 5 yerinə yazanda olacaq mənfi 9k plus 6 bərabərdir 0. Yəni, x-in yerinə mənfi 5 yazanda 0-a çevriləcək. Buradan k bərabərdir 3/2 alırıq və funksiya yekun olaraq fx bərabərdir 3/2 x plus 6 şəklində olacaq. Bunu şəkil üzərində belə deyək, göstərmək istəsək biz təxmini sxematik bunun şəklini biz belə deyək, çəksək, olsun belə bir qrafik, tamam, baxaq, təxmini çəkirik, belə bir şey. Burada biz absis oxun və ordinat oxun kəsdiyi nöqtələri belə deyək, təyin eləmək üçün. Məsələn, absis oxun kəsdiyi nöqtəni təyin eləmək üçün y-ə 0 verməliyik. Onda y-imiz 0 olanda, yəni biz bu funksiyanı 0-a bərabər eləyəndə x-in qiymətini buradan mənfi 9 alacağıq. Ordinat oxunu kəsdiyi nöqtəni təyin eləmək üçün x-in yerinə 0 yazırıq, onda 6 alınır və burada düzbucaqlı üçbucaq yaranacaq. Bu düzbucaqlı üçbucağın da sahəsi 2/1 vurulsun. Katetləri 9 və 6 olan düzbucaqlı üçbucaqdır. O da 54, 2-yə bölündükcə 27. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.